Salam dəyərli transferlər, kanalımızın izləyiciləri. Bu gün oyundan oyuna verilişinin növbəti buraxılışındayıq. Bu buraxılışda keçən tur Kəpəzlə və növbəti tur Sumqayıtla oyunları müzakirə edəcəyik. Verilişimizin qonağı idman jurnalisti Anar Xanlarovdur. Anar, xoş gəlmisən. Xoş gördük. Anar, ilk növbədə başlayaq Kəpəzlə oyundan, son turdakı Turanla oyundan. Ümumiyyətlə, oyundakı həm hesabı, onun gedişatı, sənin gözləntilərini qarşıladın və bütövlükdə oyun haqqında fikirlərin. Təbii ki, Kəpəzlə Turan nəzərə alsaq ki, ötən tur məğlub olmuşdu Sabaha və bu turda aşkar Aksay'da Kəpəzlə oynayırdı. Qərb derbisi adlandırılır. Obyektiv səbəblərdən bu oyun Bakıda baş tutdu. Həmin o derbi havası təbii ki, yaşanmadı. Amma yəni istənilən halda komandalar arasında prinsipial oynadı, tutduqları mövqedən asılı olmayaraq və Turan aspektindən yanaşsaq mütləq şəkildə qələbə lazım idi. Yəni heç isə belə bu komanda üçün ciddi xalq ailəsi idi və həm də turun cədvəlinə nəzər salsaq digər oyunlara da yəni bilinirdi ki, əgər komanda qələbə qazansa ilk pilləyə yüksələ bilər və elə oldu ki, həqiqətən də digər komandanın xal ikisi itirməsi fonunda Zirənin Naxçıvanan Sumqayıtın və bunun fonunda Turan qələbə qazanaraq liderliyə yüksəldi. Oyuna gəlincə, yəni aşkar üstün tərəf idi. Düzdür, mən şəxsi fikrimi bilsəz, yəni o hələ ki mən o Turanı biraz fərqli təsəvvür edirəm. Çünki bu komanda bilir ki, son illərdə iddiası da artıb, komandada müəyyən büdcə artımı var, heyət genişlənir, tədricən, yəni təcrübəli bir baş məşqçi gəlir. Bunun fonunda şəxsən mənim gözləntim daha çox Turana, oyun baxımından. Hələ ki oyunu görə bilmirəm, yəni daha çox Qurbanberdiyev görünən budur ki, biraz praqmatik oyuna üstünlük verir. Yəni ilk növbədə məğlub olmayım, top buraxmayım, iç qolu vurum, hesabı saxlayayım, biraz buna yönəlik. Amma buna baxmayaraq bu oyunda gördük komanda üst top vurdu və artıq rəqibə görə də biraz başa düşdük ya da bir nömrə oynamalıdır komanda. Yəni şu an bu cür digər oyunlarda da hansı ki, təbii ki, bütün oyunları nəzərdə tuturam. Müəyyən oyunlar var ki, oyunlarda da bu cür oynasa Turan daha çox top vura bilər. Yəni bu oyunda yəni deyək ki, Kəpəzə şans vermədi. Yəni, sırf oyundan baxsa, oyun tərəfindən yəni danışılası geniş bir nəsə mövzu görmürəm. Yəni aşkar şəkildə bir komandanın üstünlüyünə keçdi və hətta 4-cü qol da vurmaq olardı, 5-ci qol da vurmaq olardı. Yəni gedişat onu göstərirdi. Rahat bir qələbə deyərdim mən Turan adına və çox vacib olan bir qələbə. Mən sənin fikirlərinlə razıyam. Həqiqətən, belə deyim də, Berdiyevin ümumiyyətlə futbol fəlsəfəsi Rubinlə Rostovdan tanıyırıq. Yəni adamın futbol fəlsəfəsi budur. Və mən ilk 20-25 dəqiqə xüsusilə fikir verdim. Mənim bu oyun çox vacib idi ki, Turan bu oyuna necə başlayacaqdı və ilk 20-25 dəqiqədə diqqətim bir şey cəlb edir. Turan Qəbələnin də oyunda belə başlamışdı. Əksər oyunlarda belə başlayıb, yəni Sabah oyunçusuna aktiv başlamışdı. Sanki oyunu rəqibə uyğun tempi artıra gedir. Məsələn, ilk 25 dəqiqədə oyun tempi çox aşağı idi, kifayət qədər. 25-ci dəqiqədən sonra Turan tempi artırdı və ilk gol gəldi, onun ardınca ikinci gol gəldi. Və bu oyunda xüsusi toxunmaq istədiyim bir məqam var idi. Faiq Hacıyev özünə doğma olmayan mövqedə oynadı, sən bilirsən, Cenri Kenzidələnməsi ilə bağlı. Və sanki Faiq o mövqedə bu mövsümki oyunlara daha yaxşı təəssürat göstərdi. Mən Faiqdan soruşdum, dedi ki, mən əslində qalsa Qəbələdə o mövqedə oynayırdım. Sonradan Turana gəldikdən sonra mövqeyim dəyişdi, mərkəz müdafiəçisi var, ardınca sağ cinaha keçdim. Necə düşünürsən, Faiqin bax bu oyundakı performansı, onun gələcəkdə o sol cinah müdafiəsindəki boşluqlar yaranarsa istifadə etmək var mümkündürmü? Sözsüz, yəni təbii ki, bu mən də yəni bəlkə də Berdiyev öz üstünə bir sürpriz oldu, yaxşı mənada. Çünki yəni futbolda bəzən universal futbolçu olmaq onun üstünlüyü olur ki, məhz çətin anlarda baş məşqçisən digər mövqelərdə sınaya bilir. Yəni müasir futbolda da universal futbolçu olmaq çətin, hər futbolçunun bacarmır. Baxımdan yəni Faiqin mərkəzdə həm cinahda oynamaq. Mən təbii ki, onu cinahda daha çox görmüşəm, cinahda qolları da olub. Amma onu mərkəzdə də əgər özünü doğruldursa, demək ki, bu təbii ki, müsbət məqam və gələn oyunlarda da Faiqi yoxlamaq olar. Ümumiyyətlə həm klubda, həm düşünürəm milli komandada da, yəni bu çünki əslində müsbət məqamdır ki, bu mövsüm üçün formada olan futbolçulardan da hələ ki, yəni deyək ki, hər şey qaydasına gedəcək. Həm yerli futbolçudur, yəni milli komanda üçün də vacib bir məqamdır bu cür futbolçuların millinin toplanışı gəlir. Yəni Faiq düşünürəm bu cür davam eləsə, yəni fərqi yox şəxsən mənə görə fikrimi bilmək istəsəm, mərkəz yaxud da cinahda. Mən cinahda düşünürəm, yəni oynamaq daha effektivdir. Yəni amma sol cinahda da oynaya bilərmi düşünürsən? Mən sol cinahda kifayət qədər effektiv oldu. Təbii ki, əgər indi daha yaxşı bilərsən, yəni onun üçün məşqini daha çox izləyirsən, sol ayaq potensialı əgər heç olmasa 50% yetərlidirsə, məncə sol cinahda rahat şəkildə oynaya bilər. Amma bəzi futbolçular var ki, bəli, görürsən əks cinahdan baş məşqçi yoxlayır, oynamaq bacarığı var, amma sadəcə işlə ayağı fərqli olduğuna görə biraz problem yaradır. Yəni Faiqdə məncə yox. Mən Faiqi səfərimdə solda da görmüşəm, sağda da görmüşəm.
Mərkəzdə də gördük onu. Yəni məncə bu üç mövqedə ola bilər hansısa daha yaxşı oynaya bilər, digərində bir qədər oynaşar, amma ümumilikdə götürəndə tələblərə cavab verirsə baş məşqçi və hər üç mövqedə onu sınaya bilər. Həm millidə də, həm klubda da. Məsələn, Faiq bəyəndiyi futbolçudur. Həm tək futbolçu kimi yox, yəni bir insan kimi də. Yəni qalmaqallı deyil. Yəni baxıram daimi oyunlarda hansısa bir təxribata getmir, rəqibə qarşı qeyri-etik hərəkəti, sarı, qırmızı və yəni məsələn başından aşağı futbolunu oynayır. Yəni bu cür davam eləsə Faiqi düşünürəm ki, yaxın illərdə milli komandada yəni aparıcı futbolçunu bir kimi görə bilərik. Bəli, həm universallığından seçdirsən, xəssiyyətini xüsusilə qeyd etdin. Hər kəs bu xüsusiyyətini qeyd edir və mən uzun illərdir futbol istəyirəm və hələ Faiq qədər istəkli futbolçu görməmişəm. Bundan əlavə də məşqlər zamanında normativləri tam yerinə yetirə bilən nadir futbolçuların həqiqətən bütövlükdə normativləri yerinə yetirir. Futbolçulara gəldikdə komandanın bütövlükdə heyətinə toxunmaq istəyirdim, sənin fikrini almaq istəyirdim. Bu heyətin potensialı komandanın qarşısına qoyulan hədəflər, Avrokuboklara kifayətdirmi? Məncə Avrokuboklara vəsiqə qazana bilər komanda. Düzdür. Deyim çempionluğa, yəni onu mən şəxsi fikrim deyirəm, biraz yalan demiş olurum. Çempionluq üçün hələ ki heyət hazır deyil. Yəni əlavə olunmalıdır, heyət güclənməlidir. Mən başa düşürəm burada müəyyən obyektiv və subyektiv səbəblər də var. Bəzən yəni belə deyək, sosial şəbəkələrdə, yəni bunu açıq danışaq, klub rəhbərinin ünvanı müəyyən ittihamlar olur, tənqidlər olur ki, niyə heyət gücləndirilmir, futbolçular gəlmir, komanda niyə Bakıya gəlir? Yəni buradan da mən elə bilirəm ki, əksəriyyəti, böyük əksəriyyəti Tovuzada keçlərdə izləyənlər fikrimi çatdırmaq istəyirəm ki, yəni bir məsələlər biraz anlayışla yanaşmaq lazımdır. Yəni bu günləri bölgədə xüsusilə ideal komanda qurmaq çox çətindir. Yəni bu günləri ora futbolçular var ki, bəzən onları Bakıya gətirmək çətindir. Yəni bu fikir verirəm, Qarabağ kimi klub bir üzvlük gətirə bilmir. Yəni çünki şərtlər, tələblər fərqli deyil. Yəni onların tək elə futbolda həll olmur. Futboldan kənar müəyyən amillər var ki, o tələblər var. Yəni onu qarşılamaq çətindir. Bakıya bəzən gəlmirlər. Görsən bu günləri digər ölkəndəki Gəncə kimi şəhərə bu gün bəzən çətindir. Ona görə Tovuz üçün çətindir. Bu gün həm ideal komanda quraq, həm komanda Tovuzda oynasın davamlı. Biraz bunu anlayışla qarşılamaq lazımdır. İkinci bir məsələ yəni biraz zaman lazımdır. Bu günləri deyirlər ki, komanda niyə Bakıda gedir, Bakıda məşqləşir. Bu gün qeyd etdiyim səbəblər ucbatından bu günləri komanda Bakıda məşqləşməyə məcbur olacaq bəzən. Amma bu gün Bakıda sənin bir bazan olmağı sənin üçün üstünlükdür. Yəni bu gün burada qal, bir var gəlib hansı oteldə bir gün qalarsan, icarəyə meydança axtarasan, vaxt gedir, zaman gedir. Amma bir var bilirsən ki, öz bazan var, 3 gün əvvəldən gəlirsən, rahat məşqləşirsən, məşq edirsən, o daha üstün. Yəni bunun özü də nəticələrə təsir edir. Yəni ona görə düşünürəm bu baxımdan azarkeşlər, yəni klub rəhbərinə, ehtiram müəllimə biraz səbirlə yanaşmalıdırlar, vaxt verməlidirlər. Yəni bu çünki futbolda vacib məqamlardan biridir və bildiyim qədərilə Tovuzda da artıq bazanın inşası davam eləyir. Yəni belə bir indiki dövrdə hər iki yerdə səndən Tovuzda, həm Bakıda bazanda olmağı gələcək həmin o hədəflər var. Yəni təbii ki, bu il Avrokubokdur, növbəti illərdə çempionluq hədəfi də qoyulacaq. Yəni hər şeyə pillə-pillə getmək lazımdır. Yəni bu gün üçün amma yenə qayıdam həmin fikrimə ki, çempionluq üçün hələ ki komandanın mənim fikrim hələ tam hazır deyil, obyektiv səbəblərdən. Amma Avrokubok üçün bəli, Turan bu heyətlə təbii ki, yəni qışda müəyyən əlavələr də olacaq. Yəni ilk 4-yə düşə bilər. Çünki digər komandalara da baxsaq, aşağı-yuxarı elə ciddi fərq yoxdur klublar arasında. Sadəcə daha az səhv buraxmaq, daha az xalitisinə yol vermək lazımdır. Üstəlik birlikdə komandanın demək olar ki, bax mən xüsusilə diqqət yetirdim. Komandanın əsas heyətində kifayət qədər yeni futbolçular var. Hələ Enri ki, misal üçün zədələnmişdi, son oyunda zədələnmişdi, ona çıxa bilmirdi. Tavares şansı ki, artıq komandaya məşq etməyə başlayıb. Mən düşünürəm ki, hələ Tapkam komandaya qoşulmayıb, amma artıq zədəsə sağaltmaq üzrədir, məşqlərə qoşulur, onun gəlişi gözlənilir. Yəni komandanın heyəti kifayət qədər yenidir və futbolçuların bir-birinə yoğunlaşması lazımdır. Bundan əlavə düşünürəm ki, Tavares, Enrique bu futbolçularda qısa zaman ərzində artıqlarını çox güman bərsiz qalacaqlar, rəqabət də artıracaqdır. Mən məsəl üçün düşünürəm ki, Serrano və Olabeyə bir qədər ehtiyat qüvvədən təzyiq olması lazımdır ki, onlar onu daha çox çünki Turan azarkeşlərinin də klub olaraq bizim də Serrano və Olabekindən çox böyük gözləntimiz var. Hər iki İspanda texnikalı futbolçudur, top almaq bacarıqları da var. Amma düşünürəm altdakı o rəqabət onların oyunundan da artırmasının mütləq səbəbi ola bilər. Sən xüsusi bir qeyd elədin, derbi havasını təəssüf ki, izləyənmədiyi onu vaxtda keçirirdi. Amma hər iki klubun kifayət qədər fan klubları gəlmişdi oyuna. 3 fan klub Kəpəz azarkeşindən, 2 fan klub Turan azarkeşləri gəlmişdilər və şüarlarını səsləndirdilər. Az da olsa, Tovuzda və Gəncədəki qədər olmasa da onu izlədik və yaxın zamanda ümid elək ki, Turan oyunla Kəpəzin oyunu Gəncədə və Tovuz izləyirik. Kəpəz stadionu demək olar ki, hazır olmaq üzrədir. Tovuz şəhər stadionunda bayaq sən qeyd etdin, baza tikilir, Bakıda, Tovuzda ondan əlavə Tovuz şəhər stadionu qazonu da dəyişdirilir. Bu da əlavə kifayət qədər xərclər tələb eləyir. Noyabr ayına komanda qayıdacaq və növbəti derbiləri komandaların öz meydanında izləyərik.
Gedək Sumqayıtla oyna. Növbəti də komanda Sumqayıtla qarşılaşacaqdır. Bu oyundan gözləntilərin nədir? Hər iki klub üçün düşünürəm ki, bu oyunda xallar qazanmaq çox vacibdir. Belə deyək, turun mərkəzi görüş əminliklə deyə bilərik. Çünki nəyə görə Turan liderdir, vahid lider. Sumqayıt ondan bir xal geri qalır və rəqibini evdə qəbul edir. Və Turan ola bilsin, bəlkə də bir xal, ən misalı bir xala qane olar. Çünki düz digər oyundan da nəticələrlə çox şey asılı olacaq. Çünki ola bilər sən Sumqayıtda bir xal götürəsən, amma digər oyunda zirvə ərazisindən qalib gəlib yenidən zirvəni yüksələ bilər. Ona görə zirvədə qalmaq üçün təbii ki 3 xal mütləq 3 xal oynamalıdır və rəqib də eyni iddia ilə meydana çıxacaq. Belə deyək ki, çox maraqlı bir oyun olacaq və elə mən buradan da hər iki klubun azarkeşlərini stadiona dəvət eləyirəm. Həftə sonu olacaq, yəni maraqlı bir oyun olacaq. Yəni konkret proqnoz desəniz mən proqnoz verməkdə çətinlik çəkərəm. Yəni hardasa bəlkə də heç ehtimalı daha çox ola bilər. Çünki indi baxsaq nəzər salsaq komandalara biri evdə qəbul edəcək rəqibini, o da Sumqayıt da fikirləşə bilər ki, məğlubiyyətiniz bir xal daha yaxşı olur, amma qələbə üçün çıxacaq. Turan Tovuz da qələbə vacibdir, amma məğlubiyyətiniz bir xal üçün oynayaram. Yəni bu baxımdan harasa bəlkə də heç ehtimalı daha çoxdur. Amma iki komandanın qələbə şansı belə deyə 50-50-dir. Sadəcə onu deyə bilərəm ki, maraqlı bir oyun olacaq. Ola bilər bəlkə də komandalar riskə getməsinlər ilk dəqiqələrdən, o amil bəlkə də bol qollu bir qarşılaşma izləyə bilmərik. Bir ya maksimum 2 qol vurula bilər. Amma yəni gərginlik, dinamika düşünürəm ki, istənilən bu oyunda olacaq. Mən sənin fikirlərinlə razıyam. Əslində Qazet Sumqayıtla Turan oyunları, Turan Premyerə qalxan vaxtdan bəri demək olar ki, ehtiyatlı oyunlar gedir. Çox qol nadir hallarda izləyirik. Xüsusilə Sumqayıtda gedən oyunlarda nadir hallarda olur. Və mən də düşünürəm ki, hər iki komanda üçün ilk yığma fasiləsidir. Biz birlikdə bu turdan sonra və yığma fasiləsinə mümkün qədər az içki ilə gedib, artıq yığma fasiləsi dönəmində futbolçuların bir-birinə daha da çox uyğunlaşmasını təmin edib, artıq yığma fasiləsi sonra tam sürət yığmaq hədəfli düşünürəm komandalar. Təbii ki, 3 xal hər iki komanda üçün əla nəticə olar. Nəzərə almaq lazım ki, Sumqayıtda da xal ehtiyatı var. Geçən oyunlarda oyundakı meydandakı qələbə hesabına xal qazana bilmirlər. İmişlə texniki məğlubiyyət. Və eyni zamanda Turan üçün də vacibdir. Çünki nəyə görə? Kəpəzlə oyunda qələbədən sonra azarkeşlərə əminlik vermək üçün ki, ümid vermək üçün yığma fasiləsi qabağı böyük xallar qazanmağa sən azarkeşlərə müraciət elədin. Mənim fikrimcə Azərbaycanın ən böyük futbol şəhərlərindən ikisinin qarşılaşmasıdır. Həqiqətən çox istəyərdik ki, o ajitajı tribunlarda izləyək. Çünki Turan demək olar ki, səfər oyunlarında ən çox belə deyək də rəqib azarkeş rəqabətini Sumqayıtda görür. Çünki Sumqayıtda stadiona gələndə nisbətən digər regionlardan çox, xüsusilə Bakıdan gələnlərdən çoxdur. Ona görə tribun ajitaj gözlənilir və turun mərkəzi oyunudur. Həqiqətən Azərbaycan çempionatının səviyyəsi rəqabət də günü-gündən artır. Ona görə bu oyun azarkeşlərin gəlməyi mütləqdir. Çox maraqlı bir qarşılaşma gözləyir. Sən meydanda həm tribunalarda belə bir rəqabətin olmasını çox istərdik. O bəli, mütləq şəkildə biz meydanda da bunu görməliyik və tribunada da görməliyik. Həmin o mərkəzi oyun, bax deyilən anlayışı biz həmişə Avropada da baxanda buradan görürük. Stadiondan bir iki növbədə ekranda tribunalar gəlir. Bizdə təəssüf həmişə oyun canlı yan başında tribunaları göstərir, çox təəssüflü ki, boş tribunalar. Yəni kameraman elə deyə axtarır görə hardasa daha sıx oturan 3-4 nəfər tapıb göstərə bilsin. Yəni problem olur. Amma Tovuzda deyək ki, indi Gəncə təmirdə stadionun üçün Gəncədə mən üçün belə problem olmaz. Sumqayıtda futbol şəhərlərinə tamam razıyam. Gərək bir problem olmasın. Yəni ki, ekrana artıq oyuna start veriləndə dolu tribunalar biz görə. Yəni ümid edirəm ki, Turan Tovuzun ən az heç olmasa bir stadionun bir yarıdan çox hissəsi dolacaq. Mən də ümid edirəm buna. Üstəlik də belə deyək də, hansı komanda qazansa liderliyi ələ keçirir. Bəli. Yığma fasiləsi liderlikdən gedir və azarkeşlər tək qoymalılar belə məqamda komandalarını. Ana çox sağ ol, təşəkkür edirəm. Təklifinizi qəbul elədiniz. Verilişimizə qonaq gəldiniz. Minnətdaram. Bununla da əziz Turan azarkeşləri oyundan oyuna verilişinin bu dəfəki buraxılışı yekunlaşdı. Növbəti verilişlərə görüşənədək.